Şəfqə xanım, gec ailə qurmusunuz. Ümumiyyətlə, neçə yaşında ailə qurmaq lazımdır sizcə ki, o sütunlar möhkəm olsun? Bir 10 il Arif müəllimə əziyyət vermisiniz də. Nə deyim? Gec də yaxşıdır, tez də yaxşıdır. Uşaq baxımından tez yaxşıdır. Doğrumu? Uşaqları böyüdüb başa çatdırırsan, nəvə toyu görürsən. Hələ öz-özümə də demişəm. Bəli, bəli. Doğrudur, bu sözü demişəm. Amma gec də yaxşıdır ki... Həyatı bəlkə dərk eləyirsən. Hə. Həyatı necə lazımdır, dərk eləyirsən. Bir də nə istədiyimizi bilirik. Bəlkə gec yaşda ailə quranda. Qaynanaya da baxmaq var, qaynataya da baxmaq var. Baldız gələndə hörmətlə yanaşmaq da var. Elədir. Ancaq 2 nəfərdən ibarət olur bizim üçün gənc olanda ailə. Amma əlbəttə, biraz yaşlı vaxtı gedəndə hər tərəfli düşünürsən də. Hər tərəfli. Məsələn, mən heç vaxt qaynanam məndən narazı olmadı. Allah rəhmət eləsin. Amma bir məqam da var. Ananız, atanız sizin toyunuzu görmədi. Görmədi. Siz nə yaxşı bilirsiniz mənim həyatımı. Nə gözəl. Amma mən sizə deyim, 76-cı ildə mənə elçi gələndə razı olmadım, getmədim. Amma anam sağ idi. Anam sağ idi. Sonradan anam rəhmətə getməmişdən qabaq bacıma demişdi ki, o oğlan yaxşı oğlandı, düzdür, doğrudur. Şəfiqə istəmədi, amma gəlsələr verərəm Şəfiqəni yenə. Deyirsiniz, kaş ki anam görərdi, kaş ki elə vaxtında gedərdim. Analı vaxt başqadır da. Analı vaxtlar, atalı vaxtlar ailə qurmaq üçün təmiz başqa şeydir də, bilirsiniz onu. Ancaq əlbəttə, dedim bu sözü, əlbəttə. Kaş ki hələ 76-da ailə qurardım, anam görərdi.